qızılı qaytarmaq mümkün. Bitsə də, ola bilir də, insan qazana bilər. Amma ötən ömrü milyard da versə qaytarmaq mümkün deyil. Ona görə hansı söz daha güclüdür? Müsəlmanlar deyir. Vaxt ömür. Ona görə yəni belə xatırlamaq, yəni ancaq faydalı şeylə keçirmək. Nə vaxt faydalı şeylə keçir, insan boş şeydən uzaq olur. Əgər insan özünü faydalı şeylə məşğul eləmədisə, onda nə olur? Onda insan istər-istəməz, mənasız, faydasız şeylə məşğul olacaq. Ən aşağı, ən azı. Və sözsüz ki, ondan sonra haramlar adləşəcək. Gedə də Allah qorusun, şeytan çalışır ki, məqsədi insanı küfrə düşürməkdir. Ona görə İbn Qayyim rəhməhullah deyərdi ki, nə var idi ki, şeytanın məqsədi insanı sadəcə günaha, zinanın özü olsun. Zinaya düşürməklə kifayətlənsəydi, nə var idi deyir. Hətta zinaya düşürməkdə də o şeytanın hələ məqsədi deyil o. O vasitədir, zinadır, içkidir, vasitədir. Məqsəd küfürdür. Məqsəd nə olur? Küfür, yəni dindən çıxartmaq, kafir olsun. Əbədi cəhənnəm qazansın. Zaten birdən-bir o küfür bacarmır, ona görə günahlarla istəyir ki, axır son nəticəyə çatsın. Ona görə çalışmaq, gündən insan özü qabağını məqsəd qoyub, gündə bir ayə əzbərləsən, 5 il məsələn. Belə soruşlar, neçə il ibadətdəsən? 10 il, 5 il, 15 il görsən, qardaşlar ibadətdədir. Amma Qurandan nə qədər bilirsən? Bir cüz, yarım cüz. Amma bir ayə artıq yox, bir ayə əzbərləsən, 10 ilə super hafiz olur. Bir ayə. Amma davamlı şəkildə. Sən Quranı bildin, həm də nə qədər elmə insan yələnir də. Bir də boş şeylər, o elm sayılır. Ona görə sələflərdən gələrdir ki, Əl-ilmu qaləallahu, qalə rasulu və qalə sahabə. Elm deyir, Allah deyir, Rasul deyir və sahabələr deyir. Elm budur. Amma bundan başqa şeylər deyir, hədəyandır. Yəni sayıqlamadır. Mən deyirəm, falan kəs deyir, falan kəsdən eşitdiyim. Onlar elm sayılır. Elm nədir? Allah deyir. Falan ayədə belə, falan hədisdə belə. Bu elm olur. Amma yoxsa falan kəs belə dedi, falan kəs belə gəldi, o sayıqlamadır. Çatırmı? Ona görə belə məşğul eləmək. Yəni, hər kəs, sən falan ayə nədir? Falan mənası nədir? Xannəs nə deməkdir? Məsələn, bir öyrənməkdə. Nə demək xannəs? Qul əudu bi rabbin nəs, məlikin nəs. Qul əudu bi rabbil fələq. Fələq nə deməkdir? Oxuyuruq, ha? Min şərri mə xaləq, min şərri qasiq. Qasiq nədir? Yaratdıqların şərri. Qul əudu bi rabbil fələq. De ki, sığınıran fələqin. Fələq nədir? Sübhün Rəbbin. Min şərri mə xaləq. Yaratdıqların şərrindən. Və min şərri qasiqin. Qasiqin şərrindən. Qasiq nədir? Gecənin şərrindən. İzə vəqabə girdiyi zaman. Yəni, gecə zülməti ilə hər tərəfi bürüdüyü zaman, yəni zülmətin, gecənin şərrindən Allah'a sığınıram. Sübhün Rəbbinə sığınıram. Və min şərri nəffəthət. Və min şərri şərrindən nəffəthət nə deməkdir? Nəffəthət üfrən demək. Üfrən qadınlar. Fil-uqad düyünlərə. Fi-dadədir. İçinə mənasını verir. Uqad nədir? Düyün. Uqdatun düyündür. Uqad nədir? Düyünlərdir. Nəffəthət, nəffəthun kişi olur. Nəffəthət qadın cinsində. Nəfəthə özü nədir? Üfürən hansı üfürməyə aiddir? Ərəbində fərq var da, yəni sulu üfürmək. Bir var məsələn nəfəxa, bu nəfəxadır. Amma bir də var, bu nədir? Nəfəthə. Nəfəthə sulu üfürməkdir. Amma nəfəxa quru üfürmək. Ona görə o ruqiyyə olsunlarda nə olur? Cadügərlər deyil, amma olsunlar. Məsələn, oxusan fələqlə dörd çəkirsin, ha? Amma axşam oxuyanda əksinə. O tüfürürsən, sonra oxuyursan. Min şərri nəffəthəti fil-uqad və min şərri həsidin. Həsəd aparanın şərrindən. İdə həsədə həsəd apardığı zaman. Sonra gəlir qul əuzu bi rabbin nəs. De ki, mən sığınıram insanların Rəbbindən və ilahin nəs, insanların ilahına. Qul əuzu bi rabbin nəs, məlikin nəs, ilahin nəs. Məlikin nəs nədir? Məlikin nəs hökümdarına. İlahin nəs ilahına. İlah da mənası nədir? Məbud, haqq məbud. İlahin nəs şərril vəsvasil xannəs. Min şərri vəsvəsə bu şeytan adı. Vəsvəsə verən, yəni şeytanın şərrindən əl-xannəs, xannəsin. Xannəs də şeytanın vəsvidir. Xannəs nə deməkdir? Xannəsə gizlənməkdir. Xannəsə ortaya çıxdıqdan sonra gizlənməyə nə deyilir? Xannəsə deyilir. Yəni xannəsə eləmir ki, zahir olduqdan sonra geriyə çəkilmək.
Xannəs, ki, xannəs olanda tez-tez olur. Bir o məsələn, kəzəbə, yalan danışır, kəzib yalan danışır. Bura kəzzəb, tez-tez yalan, çox yalan danışır. Həmçin xannəs də həmçin tez-tez yəni ortaya çıxıb gizlənən. Yəni nə vaxt ki, insan Allah'ı zikr edəndə geri çəkilir, qafil olan kimi ortaya çıxıb başı vəsvəsə verməyə. Yenə zikr edir, geri çəkilir. Qafil oldu, nerede oynayır veya başka damin oynuyor, ortaya çıkıyor, başlayıp falan şey ediyor. Əl-ləzi yuvəsvisu fi sudurin-nəs, o xannəs ki, vəsvəsə verir fi sudurin-nəs, insanların sinələrində. Sudur nə deməkdir? Sadrun sinə. Sadrun sinə, sudurun sinələr. Sadara, digər lüğa mənaları da var, çıxmaq mənası da var. Sadara çıxdı. Məsələn, niyə görə sinəyə sadır deyilir? Qabağa çıxdığına görə. Sinə qabağa çıxdığına. Yəni bizdə problemdir, qarın qabağa çıxır. Amma əslində sinə qabağa çıxmalıdır. Məsələn, kəndin sədri deyilir də. Sədr. O qabaqda olduğuna sədr. Ərəb sözlərdə sədr. Aysa. Sadara çıxır. Sadır sinədir. Sudur sinələrdir. Fi sudurin-nəs, insanların sinələrində, minəl cinnəti və-nəs, dinlərdən də olur, insanlardan da olur. Yəni bu cümlə öyrənmək, falan söz nədir? Sonra gəlir digər ayələr. İzə cəə nəsrullahi vəl-fəth və rəaytən-nəsə yədxulunə fi dinlə əfvacə fəsəbbih bihamdi rabbikə və istəğfirhu innəhu kənə təvvabə. Yəni bu surə Qur'andan ən sonuncu surədir, ən axırıncı nazil olan surədir. Ən axırıncı nazil olan surə İzə cəə nəsrullahi vəl-fəth. Yəni bu surə Peyğəmbər s.ə.v-in ölümünü xəbər verən surədir. Sonunun çatmasını xəbər verən surədir. Ömər radiyallahu anhu, İbn Abbas, yəni sözsüz ki, balaca sahabələrdən olub, yəni məclisə onu da gətirərdi. Hətta Bədir döyüşündə iştirak edən böyük sahabələr, əvvəlki qəlblərində bir şey yaranır ki, yəni bizim bunun kimi uşaqlarımız var, biz onları gətirmirik, xeyirlə vur gəlir. Yəni Ömər radiyallahu ki, bu sizin bildiyiniz yerdəndir də, yəni birisi kimdir? Yəni bir dəfə də yəni qəsdən çağırır. Və onlara sual verir ki, bu surə haqqında nə deyə bilərsiniz? Biri deyir ki, yəni insanlar ibadətə gəldikdən sonra, İslam'a gəldikdən sonra istiğfarı Allah Teala əmr edir. Başqalar başqa şeylər deyirlər. Sonra İbn Abbas'a deyir ki, sən nə deyirsən? Deyir ki, mən deyirəm ki, bu Peyğəmbər s.ə.v-in ölümünü xəbər verən surədir. Deyir ki, mən də ondan başqasını bilmirəm. Yəni göstərir ki, uşaq olmağına baxmayaraq bilir, alimdir. İzə cəə nəsrullahi vəl-fəth. Allahın yardımı, zəfər və fəth gəldiyi zaman. Və rəaytən-nəsə. Rəaytə nədir? Gördün. Ən-nəsə insanları yədxulunə fi dinillə, yədxulunə daxil olurlar fi dinillə, Allahın dininə əfvacə, dəstə-dəstə. Fəsəbbih bihamdi rabbikə və istəğfiruhu. Fəsəbbih, təsbih et, Allahı həmd edərək şəninə təriflərdir. Və istəğfiruhu, bundan bağışlanma dilə, innəhu kənə təvvab, həqiqətən o təvvabdır, qulların tövbəsini qəbul edəndir, çox qəbul edəndir. Ayşə anamız radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v kənə yətəəvvəlül Qur'an, yəni Qur'anı təəvvül edər. Təəvvül nədir? Qur'anda olan əmrə əməl edərdi. Ona görə səcdədə oxunan dua necə gəlib? Burada səcdədə ya da rüküdə Subhanəkə Allahumma Rabbana və bihamdikə Allahummağfirli. Var yoxsa yox? Var. Subhanəkə Allahumma Rabbana və bihamdikə Allahummağfirli. Hardan çıxardı bu surədən? Allah Teala fəsəbbih bihamdi rabbikə və istəğfiruhu, Rəbbini həmdlə təqdis elə və ondan bağışlanma dilə. Ki ona nə deyilir? İqtibəs, yəni Qurandan alma və o ayədən alıb dua formasında Peyğəmbər s.ə.v yəni onu çıxaldar və həmçinin Allah Teala orada nəyi buyurur? İstiğfar buyurur. İstiğfar yəni nə deməkdir? Bağışlanma dilə, tövbəni buyurur. Ümumiyyətlə fikir verirsəz, istiğfar çox vaxt gəlir fəzilətli əməllərin sonunda. Namazdan sonra dərhal nə gəlir? İstiğfar gəlir. Həc əməlləri qurtardıqdan sonra Allah da nə buyurur? İstiğfar buyurur. Thumma afidu min haythu afadan nas vestağfirullah. Sonra insanların döndüyü yerdən siz də dönün və Allahdan bağışlanma istəyin. Və həmçinin gecə namazından sonra nəyi buyurur? İstiğfar buyurur. Deməli, fəzilətlər, əməllərin sonu istiğfarla bitdiyi kimi
və ömürlər içərisində ən əfsəl ömür Peyğəmbər sallallahu aleyhi və səlləmin ömrü olduğu üçün onun sonu çatdığı zaman Allah Teala nəyi buyurur? İstiğfarı buyurur. Demək, istiğfarın da buyurulması bir növ dəlalətdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatının, sonunun, o ömrünün, şərəfli ömrünün tamamlanmasına. İxlasla.com saytı tərəfindən təqdim olundu.